Və hörmətli tamaşaçılar, buraxılışımızın davamında iqtisadiyyat xəbərləri var. Biz sizinlə az sonra görüşəcək. Ekonomiksin Aysel Fərziyeva efirdədir. Axşamınız xeyir olsun Aysel. Hər vaxtınız xeyir olsun Mehman. Ekonomikdə hansı xəbərlər var? Mehman, əmanətlərin sığortalanması üzrə maksimal faiz dərəcəsi dəyişib və nə qədər olub, bu barədə xəbərimiz var. Eyni zamanda manatın məzəmməsinin nə qədər düşdüyü və ya hansı səviyyədə olduğu daha doğrusu və bunun pensiyaçılara təsiri ilə bağlı çox maraqlı bir xəbərimiz olacaq. Odur ki, bizi izləyin. Buyurun təqdim edin xəbərlərinizi. İndi isə bir qədər də ətraflı. Əmanətlərin sığortalanması üzrə maksimal faiz dərəcələri dəyişib. Bugündən qorunan əmanətlər üzrə faiz dərəcələrinin yuxarı həddi 9%-dən 12%-ə qaldırılıb. Qərarı aparılan təhlillərin nəticəsinə əsasən əmanətlərin sığortalanması fondunun himayəçilik şurası verib. Manatın məzəmməsinin dolara nisbətdə aşağı düşməsi pensiyaçıların ödənişlərini heç bir təsir göstərməyəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında bu barədə məlumat verib. Bildiyiniz kimi, əgər milli valyutanın kursu endirilirsə, bu büdcəyə daxil olmaların artması deməkdir. Əgər büdcəyə daxil olmalar artırsa, belə halda hansı çətinlikdən danışıla bilər? Təbiidir ki, tam vaxtında bütün sosial ödənişlər yerinə yetiriləcək, hər hansı bir gecikmə, hər hansı bir kənarlaşma ümumiyyətlə söz mövzusu ola bilməz. İndi isə əmanətlərin sığortalanması üzrə maksimal faiz dərəcəsinin dəyişməsi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadovun müsahibəsini təqdim edirik. Təhlillər göstərdi ki, bankların faiz dərəcələri yüksəlir, amma Əmanətlərin Sığortalanması Fondu tərəfindən qoyulan faiz dərəcəsi 9% dərəcəsi idi və bu da qorunmayan əmanətlərin artmasına gətirib çıxara bilirdi. 9, 10, 11, 12 məsələsi araşdırıldı təhlillərdə və məlumatlar göstərir ki, bəli 12% maksimal faiz dərəcəsi bu günləri bazara uyğundur. Qonşu ölkə Gürcüstanda milli valyutalarının dünyanın aparıcı valyutalara nisbətdə kəskin enişi indi də davam edir. Birləşmiş Ştatlar dollarının birdən-birə 2,18 lariyədək qalxması ölkədə qeyri-müəyyən vəziyyət yaradıb. Kənd təsərrüfatı istehsalçılarının damazlıq heyvanlarla təmin etmək üçün Avropa ölkələrindən cins malqaranın alınması bu ildə davam edir. Agrolizing növbəti dəfə ölkəyə Almaniyadan 156 baş cins malqara gətirib. Damazlıq heyvanlar qurumun Gəncə regional agroservis və təchizat bazasında 30 gün karantində qalacaq. Daha sonra isə onlar güzəştli şərtlərlə fermer təsərrüfatlarına satılacaq. Heyvanlar gəlməmişdən öncə profilaktik məqsədlə bütün tədbirlər yerinə yetirilibdir, dizə bariyerlər yaradılıbdır, ərazi tam olaraq mexaniki təmizlənib və termiki dezinfeksiya olunub və eyni zamanda kimyəvi üsulla dezinfeksiya işləri aparılıbdır. Türkiyə Hava Yolları 15 martdan etibarən Sabiha Gökçe Havalimanından Bakıya səfər təşkil edəcək. Xəbəri şirkətin mətbuat xidməti yayıb və bildirilir ki, həftənin 7 günü qarşılıqlı ediləcək İstanbul-Bakı səfərlərində bütün vergilər daxil olmaqla gediş-gəliş qiymətləri 275 avrodan başlayacaq. Qeyd edək ki, Türk Hava Yolları belə uçuşu bundan öncə Tiflisə həyata keçirirdi. Bu onların Qafqaz regionuna açılan ikinci reysidir. İndi isə birjalardakı son tendensiyaya nəzər yetirək. Avropa Mərkəzi Bankı bugündən etibarən yeni 20 avroluq əskinaslarını dövrəyə buraxır. Yeni əskinaslar güclü qoruyucu detallarla zənginləşdirilib. Bank köhnə əskinasları müddətsiz olaraq dövrəyə saxlayacaq. Avropa Mərkəzi Bankı artıq sadəcə ikinci əskinasların yenilənməsi prosesini həyata keçirir. Ötən ilin sentyabrında 4 milyard 300 milyon dəyərində yeni 10 avroluq əskinaslar bazara çıxarılmışdı. Bugün cüzi ucuzlaşsa da light nefti 50 dollarlıq psixoloji həddən aşağı düşüb. Amerikanın New York həmtəy birjasında hərraca çıxarılan bu neft cəmi 49 dollar 52 sentə təklif edilir. London birjasındakı Brent nefti isə 59 dollar 37 sentə bərabərdir. Qiymətli metallar bazarında dinamika əsasən mənfidir. Qızılın qiymətində 0,18%lik eniş var. Sarı metalın bir unsiyası 1199 dollardır. Gümüş indi 16 dollar 32 sentə təklif edilir.
Dünyanın səhm bazarında bir qədər artım hiss olunur. Amerikanın aparıcı qiymətli kağızları bahalaşıblar. Yaponiyanın Nikkei 225 indeksi də dəyərini artırıb. Avropanın səhm bazarında da dinamika əsasən müsbət istiqamətdədir. Avro-dollar 1.13.33 dollar, yen 119.47 funt sterling dollarsa 1.54.30'a bərabərdir. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzəmmələri isə belədir. Dollara nisbətdə manatın enişi davam edir. İndi 1 dollar 1 manat 5 qəpikdən cüzi yuxarıdır. Avro isə milli valyutaya nisbətdə eniş edib. Rusiya rublu da bir qədər ucuzlaşıb. Türk lirəsi isə 42 qəpik yarıma mübadilə edilir. Belə sizi maraqlandıran hadisə və narahat edən problemlər barədə isə 997-61-57 nömrəli qaynar xəttimizə zəng vurub məlumat verə bilərsiniz. Həmçinin Android tipli mobil telefonlara iReporter proqramını yükləməklə qarşılaşdığınız hər hansı hadisəni Lider televiziyasına göndərə bilərsiniz. Mehman, bizdən bugünlük bu qədər. Söz yenidən sizdədir.